Gənclər və İdman naziri Fərid Qayıbov UNESCO-nun idmanda dopinqa qarşı beynəlxalq konvensiyasına tərəflər konfransının 10-cu sessiyasına COP10-a sədr seçilib. Paris şəhərində yerləşən UNESCO-nun baş qərargahında idmanda dopinqa qarşı beynəlxalq konvensiyasına tərəflər konfransının 10-cu sessiyası COP10 fəaliyyətə başlayıb. Tədbirin ilk hissəsində Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov çıxış edib. Sessiya çərçivəsində COP10 sədrliyinə seçkilər keçirilib. Səsvermə nəticəsində Gənclər və İdman naziri Fərid Qayıbov səs çoxluğu ilə Seneqallı həmkarı Xadı Diengaya qalib gələrək UNESCO-nun idmanda dopinqa qarşı beynəlxalq konvensiyasına tərəflər konfransının 10-cu sessiyasının COP10-un sədri seçilib. Xatırladaq ki, nazir Fərid Qayıbov 2022-ci ildə UNESCO-nun Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlər Arası Komitəsinin GİGEPS-in sədri, 2023-cü ildə isə UNESCO-nun idmanda dopinqa qarşı beynəlxalq konvensiyasına tərəflər konfransının 9-cu sessiyasının COP9-un sədr müavini seçilmişdi.